Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Biz bu günləri qiymətləndirmə mövzusunun izahına baxırıq. Qiymətləndirmə mövzusunu mən qısa PDF üzərindən izahata aparacağam. Çünki kitabda daha əlavə məlumatlar və materiallar çox olduğu üçün burada bir yerə yığılmış, yəni hazır şəkildə sizə təqdim etmək istədim. Qiymətləndirmə ümumiyyətlə biz bu mövzuya ta ilk dərslərdən toxunuruq ki, bu elə bir mövzudur ki, yəni burada birinci dərsdə, ikinci dərsdə, yəni hər bir dərsdə ümumiyyətlə qiymətləndirmə mövzusuna, yəni biz nəzər yetirmiş oluruq. İndi isə qiymətləndirməni daha dərindən və ətraflı şəkildə öyrənirik. Qiymətləndirmə, baxın, deyirik ki, şagird nailiyyətinin qiymətləndirilməsi, deyir şagird nailiyyəti barədə informasiyanın toplanılmasıdır. Ümumiyyətlə qiymətləndirmə təkcə şagird nailiyyəti barədə yox, eyni zamanda müəllimin fəaliyyəti barədə də məlumatların toplanmasına bizə əsas verir. İndi bunu növbəti izahlarda deyəcəm, yəni növbəti mərhələlərdə. Və qiymətləndirmə elə bir prosesdir ki, biz adətən valideynlərin ən çox yanlışa yol verdiyi məqamlardan biri budur ki, şagird bu günləri, üzrlü sayın, şagird bu günləri neçə alıb? Mənim övladım bu gün neçə alıb? Baxın, bu ən böyük yanlışdır. Valideynlərin ümumiyyətlə 90% bu formadan istifadə edir. Şagird evə gələn kimi, övladı evə gələn kimi, qapıdan içəri girən kimi birinci sual verir ki, neçə almısan? Baxın, bu yanlış bir yanaşma tərzidir. Biz şagirdə bu gün neçə almısan yox, sən bu gün nə öyrənmisən soruşulmalıdır. Yəni biz bir valideyn olaraq bilməliyik ki, şagirdimiz nəyi öyrənib, neçə alıb yox, nəyi öyrənib. Bəzən şagird 4 alanda, 3 alanda başlayırlar, yəni onları daha da motivasiyadan salacaq cümlələr deməyə, ifadələr işlətməyə. Yəni 5 almısansa bu deməli yaxşıdır, amma digər variantlarda yaxşı hal kimi qəbul edilmir. Amma yəni biz ümumiyyətlə insan olaraq dərk etməliyik ki, biz şagirdin nə öyrəndiyinə baxmalıyıq, nəyi bildiyinə baxmalıyıq. Adətən də bölmə ərzində, məsələn, bəzən olur ki, bir bölmədən keçmişik, uşaq summativdən 5 alıb, növbəti bölmə biraz çətin olub 4 alıb. Artıq bunu bağlar ki, sən zəifləmirsən, oxumamısan. Axı onlar o hissəyə qədər dərk eləmirlər ki, yəni bu bölmə ola bilər ki, çətindir. Uşağın dərk etməsini biraz həqiqətində qavramasına çətinlik olub. Adi məsələn biz uşaqları birinci keçirik, çox rəqəmli ədədlərin bir rəqəmli də vurulması, yəni adi sadə vurma əməlləri. Amma sonra keçirik dəyişən olan ifadə, tənlik. Artıq bunlara gələndə şagird əlbəttə ki, biraz yəni müəyyən qədər zəifləyə bilər. Çünki bunlar çətin bölmələrdir. Bir ibtidai sinif şagirdi üçün mən ibtidai sinifdən nümunə çəkirəm. Eyni zamanda yuxarı siniflərdən də. Ona görə də biz şagirdin, övladımızın ən əsası nə öyrəndiyinə diqqət yetirməliyik. Baxın, qiymətləndirmə deyir ki, məzmun standartlarının səmərəliliyini müəyyən etməli. Bu nə deməkdir? Yəni qiymətləndirmə şagirdin yox, biz deyirik ki, alt standart seçirik və alt standartdan təlim nəticəsini seçirik. Qiymətləndirmə meyarda təlim nəticəsinə uyğun olmalıdır. Və biz qiymətləndirəndə məzmun standartına, alt standarta uyğun qiymətləndirməni aparmağımızı nəzərdə tuturuq ki, biz həmin o qiymətləndirmə meyarları vasitəsilə qoyduğumuz təlim nəticəsinə seçdiyimiz ümumiyyətlə alt standart və ona uyğun seçdiyimiz təlim nəticəsini nə dərəcədə yiyələndiyimizi göstərir. İkinci, şagird nailiyyəti və müəllim fəaliyyəti barədə məlumatların toplanmasıdır. Bu bayaq dediyim kimi biz təkcə qiymətləndirməni şagirdin üzərinə bağlamırıq ki, şagirdin nailiyyəti nə dərəcədir, şagird nəyi əldə edib, nəyi əldə etməyib. Eyni zamanda müəllim fəaliyyəti barədə də məlumatı toplayırıq. Çünki müəllim özü də müəyyənləşdirə bilir ki, bu bölmə ərzində bu bölməni şagirdlərə necə mənimsədib, yəni tutaq ki, summativ qiymətləndirmədən deyirəm və yaxud da formativ qiymətləndirmə ola bilər ki, məsələn, bir dərsin sonunda mən şagirdə nəyi öyrədə bildim, nəyi öyrədə bilmədim. Eyni zamanda müəllim öz fəaliyyətini də burada qiymətləndirə bilir və sonuncu olaraq da deyir ki, təhsil proqramının inkişaf perspektivini müəyyənləşdirməyə imkan verməlidir. Bu da bilirik ki, qiymətləndirmənin düzgün şəkildə aparılmasını nəzərdə tutur. Və dostlar, belə bizə qeyd verib ki, məzmun standartlara inteqrativ təlim nəticələri olub, şagirdin məzmun standartının burada tərifini bilir. Bunu da sadəcə oxusaz yetərlidir. Və sonra bizə deyir ki, qiymətləndirmə şagird nailiyyətlərinə bu hallarda müsbət təsir edir. Birinci deyir ki, şagirdlərin fəaliyyəti barədə düzgün istiqamət verdikdə. Baxın, biz tutaq ki, qrup işi keçirmişik və şagird bilməlidir ki, ümumiyyətlə biz bir müəllim olaraq şagirdə bildirməliyik ki, sən yəni elə bir
iş ortaya qoymalısan ki, burada sənin həm əməkdaşlığın qiymətləndiriləcək, həm sənin tutaq ki, ünsiyyət bacarığın qiymətləndiriləcək, gördüyün iş qiymətləndiriləcək. Yəni biz şagirdlərin fəaliyyəti barədə düzgün istiqamət verməliyik. O artıq hansı meyar üzrə qiymətləndirilməlidir, nə üzrə qiymətləndiriləcəyini bilməlidir. İkinci deyir ki, şagirdlərin öyrənməsi üçün aydın standartlar, bu dediyim kimi aydın təlimatlar verməliyik. Şagirdlərin fəaliyyətini davamlı izlədikdə, yəni müəllim biz bilirik ki, çox yaxşı müşahidəçi olmalıdır, müşahidə bacarığı olmalıdır və müşahidə edərək onların fəaliyyətini izləməlidir ki, düzgün şəkildə qiymətləndirə bilsin və şagird ehtiyaclarını qarşılamaq naminə təlimini tənzimləyirsə, bu anlayışda da sadəcə, yəni əzbər şəkildə yadda saxlamaq ehtiyacı yoxdur, sadəcə oxuyarsınız. Mən burası qısa məlumat da verirəm ki, daha yaxşı mənimsəyə biləsiniz. Və daha sonra qiymətləndirmə şərait yaradır. Müəllimin öz effektivliyini təmin etməsinə. Bayaq dediyim kimi müəllim baxır ki, görün mən nə etmişəm, necə etmişəm, nəyi əldə etmişəm. Gələcək fəaliyyətini planlaşdırmasına, məsələn, adi diaqnostik qiymətləndirməni biz həyata keçirəndə müəllim öz gələcək fəaliyyətini planlaşdırır ki, bu şagirdlərin səviyyəsi necədir, nə yerdədir və buna hansı istiqamət üzrə biz çalışa bilərik. Daha sonra şagirdin qarşıya qoyulmuş təlim nəticəsinin nə qədər çatdığını müəyyənləşdirməsinə və öz fəaliyyətini planlaşdırmasına. Bu da bayaq qeyd etdiyimiz kimi hər dərsdə müəllim təlim nəticəsi çıxarır alt standartdan və ona uyğun qiymətləndirmə meyarı çıxarır ki, bu qiymətləndirmə meyarı nəticəsini müəyyənləşdirə bilir ki, şagird onun qoyduğu təlim nəticələrindən hansına yiyələnmiş hesab olunur. Deməli, baxın, daha sonra gəlirik nəyə? Daha sonra gəlirik qiymətləndirmənin prinsiplərinə. Burada bizə şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq və s. kimi prinsiplər verib. Amma bu prinsiplərdən biz öyrənirik ikisini, uyğunluq və etibarlılıq prinsipini. Uyğunluq prinsipi o deməkdir ki, yəni tutaq ki, mən sizə bu günləri qiymətləndirmə mövzusunu keçmişəmsə, elə mən sizə qiymətləndirmə mövzusundan da sual-cavab eləməliyəm. Yəni mən bu gün qiymətləndirməni keçim, amma sizdən gəlim nəzəriyyələrdən, nə bilim, Vygotskinin nəzəriyyəsini soruşum, Garnerin nəzəriyyəsini soruşum, olmaz. Yəni mən sizə nəyi keçmişəmsə, hansı mövzunu keçmişəmsə, həmin mövzu üzrə də qiymətləndirmə aparmalıyam. Daha sonra deyirik ki, uyğunluqda bir də digər bir məqam var ki, bu da şagirdin həm biliyinin, həm də bacarığının qiymətləndirilməsidir. Ola bilsin ki, mən bir müəllim olaraq dərsdə yalnız şagirdin biliyini qiymətləndirirəm və yaxud da yalnız bacarığını qiymətləndirirəm. Bu hallar yanlışdır. Biz şagirdin həm biliyini, həm də bacarığını qiymətləndirməliyik. Yəni bunu da diqqət mərkəzində saxlayaq. Dedik ki, uyğunluq prinsipi iki əsas məqamda özünü göstərir. Birincisi, hansı mövzunu keçirəmsə, oradan qiymətləndirmə aparmalıyam. Hansı meyarı müəyyənləşdirmişəmsə, oradan qiymətləndirmə aparmalıyam. Həmin meyarlar üzrə və şagirdin biliyi ilə yanaşı üzrlü sayın biliyi ilə yanaşı eyni zamanda bacarığının da qiymətləndirilməsi nəzərdə tutulur. Yəni tək bilik və yaxud da tək bacarıq qiymətləndirilmir. İkinci bizim prinsipimizdə etibarlılıq prinsipidir. Bu da nə deməkdir? Tutaq ki, mən yanvar ayında şagirdlərə hər hansısa bir mövzu üzrə bir monitorinq təşkil etmişəm və bu monitorinqdə tutaq ki, isim, sifət, say bölməsini əhatə edir. Şagird buradan toplayıb ümumi ortalama olaraq sinif üzrə ortalamaları 80%-dir. Amma mən bunu təzədən gətirib eyni sualları mart ayında şagirdlərə təqdim edirəm və mart ayında təqdim edəndə görürəm ki, artıq nəticəmiz düşüb 50%, 30% fərq hiss olunur. Deməli, burada etibarlılıq pozulmuşdur. Bunun da səbəbi ondan irəli gəlir ki, deməli, müəllim qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa ötürməyib, möhkəmləndirilmə aparılmayıb, sadəcə keçdiyi yerdə də qalıb, daha o mövzulara əvvəlki kimi toxunulmayıb, təkrar olunmayıb. Buna görə də şagird yanvar ayında 80% nəticə toplamışdısa, artıq gəlir mart ayında 30%, daha doğrusu azalma ilə, yəni 50% nəticə toplamış hesab olunur. Bu zamanda etibarlılıq pozulur. Daha sonra gəlir qiymətləndirmə standartı. Qiymətləndirmə standartı bu nə deməkdir? Birinci səviyyə, ikinci səviyyə, üçüncü səviyyə və dördüncü səviyyə. Deyirik ki, dördüncü səviyyə ən yüksək səviyyədir. Yəni biz burada bəzən olur gündəlik səviyyələrlə yazırıq. Bəzən olur məsələn bilirik ki,
5, 4, 3, yəni bunlar yazılmır da. Səviyyə üzrə yazırıq. Ən yüksək, məsələn, yaxşı, orta, məsələn, yüksək, ən yüksək, orta, yaxşı. Yəni bu formada qiymətləndirmə və son olaraq da qiymətləndirmə meyarını nə qoymuşuqsa, həmin qiymətləndirmə meyarına uyğun da biz meyarı da şagirdin yaza biləcək. Tutaq ki, ismin hallarını köməkliklə müəyyən edir, ismin hallarını tək başına özü müəyyən edir və yaxud da hallarını müəyyən edir, amma tapşırıqlarda çətinlik çəkir kimi meyarlarla biz şagirdləri qiymətləndiririk və bilirik ki, birinci səviyyə aşağı səviyyədir, hələ ikinci səviyyə biraz ondan yuxarı, 3 orta, yəni 4-lük səviyyədir, 4-cü səviyyə isə artıq 5-i nəzərdə tutur. Yəni 5 qiymətini deyirəm ki, mən sizə daha aydın olsun. Və bir də bayaq da vurğulamışdım, yenə də vurğulayım ki, qiymətləndirmə meyarları şagirdə dərsdən əvvəl açıqlanmalıdır. Yəni mən sinifə daxil oldum, şagirdə təlim nəticəsini dedim, eyni zamanda qiymətləndirmə meyarını da şagirdin gözlərinin önündə olmalıdır ki, o hansı meyar üzrə qiymətləndiriləcəyini bilməlidir. Daha sonra gəlir qiymətləndirmənin istiqamətləri. Qiymətləndirmənin deyirik 3 istiqaməti var. Milli qiymətləndirmə, beynəlxalq qiymətləndirmə, məktəb daxili qiymətləndirmə, eyni zamanda yekun qiymətləndirmə də var. Milli qiymətləndirmə nədir? Bu biz milli qiymətləndirməni keyfiyyət dəyişikliyi sözü ilə yadımızda saxlayacağıq. Yəni milli qiymətləndirmə keyfiyyət dəyişikliyini yoxlayır və öz ölkəmiz daxilində, ölkə daxilində məktəblər arasında keyfiyyət dəyişikliyinin yoxlamasına xidmət edir. Beynəlxalq qiymətləndirmə nədir? Bəs digər ölkələrin biz təhsil sistemi ilə öz təhsil sistemimizin müqayisə apara bilirik. Müəyyənləşdiririk ki, başqa ölkələrdə necədir, bizdə necədir. Bunda PISA var, yəni digər bir PIRLS var, beynəlxalq qiymətləndirmə növləri var ki, bu artıq bizim dərsimizin ikinci hissəsinə təqdim olunacaq. Bu gün formativ qiymətləndirməyə qədər təqdim edəcəm mən izahı. Deyirik ki, milli qiymətləndirməni keyfiyyət dəyişikliyidir. Ölkə daxilində beynəlxalq qiymətləndirmə öz təhsilimizi başqalarına müqayisə etmək biz şansı əldə edirik. Məktəb daxili qiymətləndirmə isə indi danışacağım onun haqqında və yekun qiymətləndirmə var. Yekun qiymətləndirmə isə biz bir 9 illik təhsili nəzərdə tuturuq. Ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar keçirilir, sonda şagirdə attestat verilir. Eyni zamanda tam orta təhsil səviyyəsində də imtahanların keçirilib şagirdə attestat verməsini nəzərdə tutur ki, bu da 2 dəfə, yəni 9 illik və 11 illik olmaqla həyata keçirilir. Məktəb daxili qiymətləndirmə də bölünür növlərə: diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə və summativ qiymətləndirmə. Summativ qiymətləndirmə özdə 2 yerə bölünür: kiçik summativ və böyük summativ. Deyirik ki, diaqnostik və formativ qiymətləndirmə, bir də summativ qiymətləndirmə. Bu üç qiymətləndirmənin içində ən geniş olan formativ qiymətləndirmədir. Bunun səbəbi nədən irəli gəlir? Baxın, diaqnostik qiymətləndirmə bölmənin əvvəlində keçirilir, ilin əvvəlində keçirilir və yaxud da sinifə yeni şagird gələndə keçirilir. Summativ qiymətləndirmə hər bölmənin sonunda, amma formativ qiymətləndirmə isə hər gün aparılan qiymətləndirmədir. 9 ay proses boyunca hər gün aparılan bir prosesdir, qiymətləndirmədir. Ona görə də formativ qiymətləndirmə daha böyük bir müddəti əhatə etdiyinə görə də daha geniş şəkildə öyrənilir. Baxın, diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə bizə şagirdlərin güclü və zəif tərəflərini ortaya çıxarmağa imkan verir. Biz bir müəllim olaraq tədris ili başlayanda, istərsə də biz bu sinifə artıq 3 ildir ki, dərs deyirik, yenə də fərqi yoxdur. Hər tədris ilinin əvvəlində, sentyabrda ilk dərs günü biz bütün fənlər üzrə şagirdlərə diaqnostik qiymətləndirmə aparıb onların səviyyələrini yoxlamalıyıq ki, biz illik növbəti daha doğrusu bölmə, günlük planlaşdırmamızı müəyyənləşdirə bilək. Çünki biz şagirdin səviyyəsini müəyyənləşdirə bilməsək, onun səviyyəsini bilməsək, ümumiyyətlə şagirdin sinif olaraq ortalamaların nə olduğunu bilməsək, biz planlaşdırmanı kör-körənə təşkil etsək, bu planlaşdırmamız effektiv olmaya bilər. Daha sonra deyirik ki, diaqnostik qiymətləndirmə jurnala yazılmır. Nəticəsi jurnala yazılmır və diaqnostik qiymətləndirmə risk tələb etmir, eyni zamanda yekun qiymətləndirməyə də təsir etmir. Yəni bu üçünü də yadımıza saxlayaq ki, jurnala yazılmır, risk tələb etmir və yekun qiymətləndirməyə də təsir etmir. Bəzən diaqnostik qiymətləndirmədə belə bir yanlış anlayış var ki, biz ancaq keçmiş biliklərdən şagirdlərə sual verə bilərik. Xeyr, bu yanlışdır. Biz həm şagirdlərə yeni biliklərdən, həm də yəni yeni keçəcəyimiz mövzulardan ki, bəlkə onlardan da bilirlər. Eyni zamanda əvvəlki biliklərini də, şagirdin aşağı sinifdə öyrəndiyi bilikləri də biz şagirdə diaqnostik qiymətləndirmə keçirərək öyrənə bilərik. Diaqnostik qiymətləndirmədə deyirik ki, şagirdlər nəyi bilirlər, nəyi bilmirlər, nəyi öyrənməlidirlər. Bunlar haqqında da biz müəyyən məlumatları toplayırıq. Və daha sonra gəlir burada yekun qiymətləndirmənin aparılması. Baxın, bizim bir iş üsulumuz var da, əvvəlcə onu deyim, BİBÖ iş üsulu. Yadınızdadsa deyirik ki, bunu bilirəm hissəsi diaqnostik qiymətləndirmənin həyata keçirilməsini təmin edir.
Və diaqnostik qiymətləndirmə vasitələrini burada verib tapşırıq, BİBÖ, klass dəyişirsiniz. Biz klass dəyişirsini adətən motivasiya mərhələsində istifadə edirik, sinif müzakirələri, amma ən çox burada diaqnostik qiymətləndirmədə biz BİBÖ və tapşırıqları istifadə edirik. Daha sonra deyək, diaqnostik qiymətləndirmə hansı hallarda aparılır? Bu, biz dedik ki, ən əvvəl müəllim, yəni neçə il olsa da, yəni bu sinifə 3 ildir, 4 ildir dərs desə belə, hər ilin əvvəlində, tədris ilinin əvvəlində, yeni tədris ilinin əvvəlində biz diaqnostik qiymətləndirmə keçiririk. Eyni zamanda ikinci yarımilin əvvəlində də. Daha sonra deyək ki, tədris resurslarını nəzərdə tutulmuş hər bölmənin əvvəlində, yəni biz tutaq ki, birinci bölməmiz bitdi, ikinci bölməmizə gəlmişik və ikinci bölmədə də yenə də biz diaqnostik qiymətləndirməni həyata keçirib, əvvəlki bölmə ərzində şagirdə öyrətdiklərimizi, eyni zamanda növbəti bölmədə nə öyrətməliyik, nəyi bilməlidirlər, növbəti bölmədən də suallar salmalıyıq, görək hansı mövzunu yaza bilərlər, tətbiq edə bilərlər, bilməzlər, bunu da nəzərdə tuturuq. Sonra gəlir məktəbdən məktəbə, sinifdən sinifə keçdikcə ola bilsin ki, sinifə yeni şagird gəlib, şagirdin də səviyyəsini, biz halını, vəziyyətini bilməliyik ki, ona uyğun da planlaşdırma aparaq, şagirdə fərdi yanaşmamız düzgün olsun. Və bir də burada qeyd edilməyən bir hal var ki, bəzən ola bilər ki, müəllim müqavilə ilə ilin ortasında işləməyə gəlibsə, yenə də ilin ortası olmağına baxmayaraq, o əvvəlcə diaqnostik qiymətləndirmə həyata keçirib, sonra başlamalıdır prosesə. Bu diaqnostik qiymətləndirmə açar sözlər kimi jurnala yazılmır, risk tələb etmir, yekuna təsir etmir. Yəni bunları yadda saxlayın. Daha sonra gəlir formativ qiymətləndirmə. Bu biraz genişdir. Formativ qiymətləndirmə deyirik ki, məqsədi nədir? Şagirdi hədəfə çatdırmaqdır. Baxın, ola bilsin ki, şagird bu gün A hədəfindədir. Biz şagirdi bu bölmənin sonuna kimi A hədəfindən tutaq C hədəfinə aparıb çatdırmalıyıq. Yəni, formativ qiymətləndirmənin əsas məqsədi şagirdi olduğu yerdən olacağı yerə, olmalı olduğu yerə aparıb çatdırmaqdır. Formativ qiymətləndirmə dərs boyu aparılır. Daha sonra deyirik ki, formativ qiymətləndirmədə biz şagirdə şifahi və yazılı şəkildə rəy verə bilirik. Məsələn, bu nə deməkdir? Mən tutaq ki, sizin səviyyəniz haqqında bir var, ümumi qrupa yazılı şəkildə məlumat yazıb atıram ki, sizin qrupda belədir, vəziyyət bu cürdür. Bir də var ki, şifahi ilə dərs prosesində sizə özüm belə şifahi şəkildə səsləndirib. Formativ qiymətləndirmə deyir 5 elementdən ibarətdir. Birincisi təlim nəticələrinə uyğunluq. Baxın, bayaq deyirdik ki, qiymətləndirmə meyarları çıxarılmalıdır, meyar təlim nəticəsinə uyğun olmalıdır, şagird bilməlidir. Baxın, bu odur. İkincisi qiymətləndirmə meyarının olması, bu da dediyim kimi mövzuya uyğun qiymətləndirmə meyarı çıxarırıq. Konstruktiv rəy. Rəylər haqqında biz ətraflı danışacağıq. Rəy bayaq dediyim kimi şifahi və yazılı olur. Və onun haqqında ətraflı danışacağıq deyə indi toxunmuram. Sonra deyir effektiv sual-cavab, sinif tapşırıqlarının təşkili budur ki, formativ qiymətləndirməni biz sual-cavabla, tapşırıqların təşkili ilə, şagirdlərə əlavə tapşırıqlar verməklə, nə bilim və yaxud da sinifdə hər hansısa bir iş təşkil edərək, rol oyunmu, nə bilim, uşaqların biz fəaliyyətini müşahidə aparıb onların formativ qiymətləndirməni həyata keçiririk. Sonra gəlir özünü qiymətləndirmə və yoldaş qiymətləndirməsi. Biz özünü qiymətləndirmə və yoldaş qiymətləndirməsi haqqında da müəyyən qədər dərslərimizdə danışmışıq. Özünü qiymətləndirməni, məsələn, metakognitiv bacarıqların formalaşdırılmasında, daha sonra biliyin növləri metakognitiv bacarıqda, emosional sahənin təşkil etmə mərhələsində, yəni bunların hər birində şəxsi sosial öyrənmə kompetensiyasında, yəni hər birində biz özünü qiymətləndirməyə toxunmuşuq ki, şagird özü haqqında məlumatlı olur, öz fəaliyyətini özü qiymətləndirə bilir. Və bir də yoldaş qiymətləndirilməsi var. Biz bunu deyirdik, cütlənən işdə yadınızdadırsa, yoldaş qiymətləndirilməsi düzgün təşkil olunmalıdır. Çünki bəzən ola bilər ki, bir-birinə şəxsi gərəzliyi olan uşaqlar müəyyən qədər problemlər yaşana bilər, düzgün şəkildə qiymətləndirmə olmaz. Qiymətləndirmənin vasitələrini bilib, bunu da sadəcə bilsəz kifayətdir. Daha sonra deyirik ki, baxın, şagirdlər qiymətləndirmə meyarlarının olması burada var idi bayaq ki, şagirdlər, yəni qiymətləndirmə meyarlarını mütləq şəkildə hər dərs bilmələri nəzərdə tutulur. Və biz deyirik ki, bir də burada effektiv müşahidənin aparılması var. Müşahidə nədir? Yəni bayaq qeyd edilmişdi orada, yəqin ki, gördünüz. Bayaq da nəzər yetirəndə dedim mən. Müşahidə müəllim davamlı müşahidə bacarığı güclü olmalıdır ki, o, şagirdlər haqqında müəyyən məlumatları toplaya bilsin, onları düzgün şəkildə qiymətləndirə bilsin. Və deyirik ki, müşahidə 2 cür olur. Formal müşahidə və qeyri-formal müşahidə. Bu kitabda yoxdur, PDF. Kitabda deyəsən var, amma PDF-də yoxdur. Onu qeyd edərsiniz, öyrənərsiniz. Müşahidə formal və qeyri-formal olmaqla 2 yerə bölünür. Formal müşahidə bütün sinifi əhatə etmir. Mən tutaq ki, hər hansısa bir uşağı, 1-2 uşağı nəzarət altına alıram və müəyyən qədər onları müəyyən günlər ərzində müşahidə aparıram. Və formal
Formal müşahidədə biz qeydiyyat götürmürük. Amma qeyri-formal müşahidə formal müşahidənin əksidir. Qeyri-formal müşahidə hər dərs aparılır, bütün sinifi əhatə edir. Və onun da özünün müəyyən qədər qeydlər müəllim özündə götürə bilər ki, hansı şagird işləyir, hansı şagird işləmir. Bunları da nəzər yetiririk. Daha sonra gəlirik rubriklərə. Rubriklər nədir? Rubrik bildiyimiz qiymətləndirmə cədvəlidir. Bu qiymətləndirmə cədvəli 3 hissədən ibarət olur. Meyar, keyfiyyət səviyyəsi və meyarlara uyğun keyfiyyət səviyyəsi. Yəni bildiyimiz sadə qiymətləndirmə cədvəli rubrik adlanır. Sadəcə onun adını dəyişib rubrik deyilir. Baxın, rubriklərin 2 növü olur. Analitik rubrik, holistik rubrik. Analitik rubrik budur ki, biz hər şeyi qiymətləndiririk, xırdalıqlarına qədər. Yəni elə bir orada fəaliyyət qoymuruq ki, biz onu qiymətləndirmirik. Yəni hər bir fəaliyyəti biz ayrı-ayrı qiymətləndiririk. Yenə də vurğulayıram, xırdalıqlarına qədər hər bir məqama diqqət edib qiymətləndiririk. Amma holistik rubrik isə ümumi şəkildə biz şagirdlərə rəy veririk, ümumi şəkildə qiymətləndirmə sinifin səviyyəsinə qiymətləndirmə edirik. Yəni biz ayrı-ayrı fərdi şəkildə və yaxud da hər bir detalına qədər bu qiymətləndirməni aparmırıq. Bir də vurğulayıram, analitik qiymətləndirmə hər şeyi dəqiq şəkildə, xırdalığına qədər qiymətləndirməkdir. Amma holistik rubrik isə ümumi şəkildə rəyin qiymətləndirmənin aparılmasıdır. Sonra gəlir bizə rəylər haqqında. Baxın, deyirik ki, rəylər mümkün qədər spesifik olmalıdır. Ümumilikdə rəylər haqqında da biz əvvəlki dərslərimizdə danışmışıq. Deyirik ki, rəylər mümkün qədər spesifik olmalıdır. Baxın, biz şagirdlərə ümumi rəyi verə bilərik, düzdür. Amma hər dərs şagirdə ümumi rəy verə bilmərik. Baxın, mümkün qədər spesifik olması o deməkdir ki, xüsusi olsun, mövzumuzla əlaqədar olsun, müəllim düzgün şəkildə rəy versin, hər bir şagirdə ayrı-ayrı rəy verə bilsin. Yəni, ümumi rəylərdən, nə bilim, həmişə təkrarlanmış o çeynəmiş ifadələr deyilir. Çeynəmiş ifadələrdən istifadə etməməliyik. Yəni, mümkün qədər spesifik olmalıdır, mövzuya uyğun olmalıdır, meyara uyğun olmalıdır. Rəyi verəndə düzgün verməliyik. Hər bir şagirdə ayrı-ayrı rəy verməliyik. Çünki hər kəsin fəaliyyəti eyni deyil. İkincisi deyir ki, həssaslıqla çatdırılmalıdır. Bu nə deməkdir? Yəni şagirdin heç zaman biz mənfi tərəflərindən başlaya bilmərik. Adi hər hansı bir ümumiyyətlə heç tanımadığımız insan belə olsa, biz onunla münasibəti belə ilk dəfədən adi belə bir həyati nümunə çəkirəm ki, münasibət göstərəndə normal, sadə, gülər üzlə ona qarşılayırıq ki, məsələn, həssaslıqla yanaşırıq da ona ki, ilk dəfədən salam məlik eləməmiş, gəlib biz buna tərs yüz göstərək, ya nə bilim, tanımadığımız bir yolda bir adamla bizdən söz soruşmaq istəyir, yol soruşmaq istəyir. Biz bunu təbii ki də, nə bilim, qaşqabağımızı töküb cavab verə bilmərik. Eyni zamanda adi belə bunu gətirib mən sinifə bağlayıram ki, müəllim də rəyi verəndə həssaslıqla çatdırmalıdır. Yəni şagirdin mənfisindən başlamaq olmaz. Adi valideyn icrası təşkil eləyəndə belə və yaxud da valideynə şagird haqqında hər hansı bir şikayətimiz olsa belə, biz əvvəlcə şagirdin müsbət xüsusiyyətlərini vurğulayıb, daha sonra onun mənfi xüsusiyyətlərini, çatışmayan tərəflərini deyə bilərik. Biz başlayan kimi şagirdin mənfi tərəfindən başlasaq, bu zaman heç nə valideyn, nə şagird heç bizi dinləməyi istəməyəcək. Üçüncü deyirik, fəaliyyətə yönəlik olmalıdır, yəni şagirdin işini qiymətləndirməlidir. Və sonra deyir ki, mümkün qədər vaxtında verilməlidir. Bu adətən bəzən müəllimlər arasında çaşqınlıq yaradır. Nəyə görə? Çünki deyirlər ki, mümkün qədər vaxtında verildi o deməkdir ki, mən tapşırığı yoxladım. Yoxlayan kimi deyim, sən burada səhv eləmisən, burada düz eləmisən. Baxın, bu ola bilər, belə də təşkil oluna bilər. Müəllim tapşırığı yoxlayan zaman da verə bilər. Amma biz deyirik ki, ən əsası, məsələn, bunu bir dərs prosesində verə bilərik. Gecikdirilmiş rəy orayıdır ki, yəni biz bunu 2 gündən sonra, 3 gündən sonra, 1 aydan sonra deyək ki, hə, sən filan vaxtda filan şey səhv eləmişdin. Xeyr. Və yaxud da 3 gündən sonra deyək ki, sən 3 gün bundan əvvəl filan dərsdə filan şey səhv eləmişdin. Olmaz. Yəni mümkün qədər vaxtında verilməlidir. O deməkdir ki, yəni bu günləri mən şagirdə bu tapşırığı izah etdimsə, elə keçdimsə, şagird yazdısa, maksimum dərsin sonuna qədər mən ona rəyi verməliyəm. Sonra gəlir rəylər haqqında. Rəylərin növləri var. Keçmişə yönəlik, gələcəyə yönəlik, emosiyalara və idraka yönəlik. Bunların içərisində ən optimal yol idraka yönəlik rəydir. Biz idraka yönəlik rəydən və gələcəyə yönəlik rəydən istifadə edirik. Keçmişə yönəlik rəy odur ki, keçmişdə qaldı. Məsələn, sən bunu yazsaydın, bu düz olardı. Baxın, yazsaydın, keçmişdədir. Amma bunu deməməliyik. Deyirik ki, sən məsələn bunu bu üsuldan istifadə edirik, yazmalısan, yaz yəni bunu.
Burada da veribdir. Tapşırıqların çoxunu səhv etmisən, gərək diqqətlə işləyərdin, keçmişdə işləyərdin. Amma keçmişə yönəlik rəydə, yəni biz istifadə etməməliyik. Şagirdə gələcəyə yönəlik rəy verməliyik ki, deyir ki, ola bilsin ki, tapşırıqların çoxunu səhv etmisən. Get diqqətlə işlə, yəni indi işlə. Gələcəyə yönəlik və ya da diqqətlə işləməlisən. Şagird ona məsuliyyətini dərk eləsin. Keçmişə yönəlik verdikdə şagird ona məsuliyyətini dərk edib bizi işləmir də. Gələcəyə yönəlikdə deyir ki, məsələn, tapşırıqların 4-ünü düz həll etmisən, bu yaxşıdır. Baxın, müsbətini dedi. Səhv elədiklərinizi düsturdan istifadə etməklə yenidən həll et demir. Gərək edərdin, həll etməli idin. Gələcəyə yönəlik verir. Emosiyalara yönəlik rəydə, yəni biz istifadə etməliyik gələcəyə yönəlik rəydən. Emosiyalara yönəlik rəydə məsələn deyir, afərin, sən çox ağıllısan, nə bilim qaşın qaradır, saçın uzundur, nə bilim atan filan kəsdi, anan filan kəsdi. Belə şeylərə görə biz şagirdlərə rəy verməməliyik. Şagirdin işinə düzgün şəkildə qiymətləndirmə aparmalıyıq və ən düzgün qiymətləndirmə dedik, idraça yönəlik rəydir ki, şagirdin tapşırığı həll etməsi, şagirdin işini biz düzgün şəkildə qiymətləndirməyimiz nəzərdə tutulur. Bəzən belə bir məsələn sual ortaya çıxır ki, müəllim biz deyirik ki, şagirdin səhvləri olanda müsbətindən başlayıb mənfisinə doğru getməliyik. Bəs tutaq ki, ola bilsin bir şagird hər şeyi düz yazıb, səhv yoxdur. Ona necə rəy verək? Baxın, bu zaman rəyin verilməsi elə olur ki, məsələn deyirik ki, afərin, bu məsələni düz yazmısan, belə də davam et. Yəni şagird bilsin ki, yəni arxayınlaşıb oturmasın ki, həmən düz yazmışam, day bundan sonra eləməsəm də olar. Sonra gəlir burada qeyd olunmayan əks əlaqə var. Yəni şagirdlərin sual-cavab prosesinin təşkil olunması, əks əlaqənin növləri var. Yəni daha doğrusu elə rəy verməyi də biz əks əlaqə kimi deyə bilərik. Əks əlaqənin birinci növü korrektə edicidir. Korrektə edici əks əlaqə nə deməkdir? Yəni düzəldici, korrektə etməkdir, yəni düzəltmək. Şagirdin səhvlərini düzəltmək, ona istiqamətləndirməyi, verməyi nəzərdə tutur. İkinci gəlir təsviri əks əlaqə. Təsviri əks əlaqə isə biz şagirdin nəyi bacardığını, nəyi bacarmadığını müəyyənləşdiririk. Üçüncüsü konstruktiv rəydir. Konstruktiv rəy isə şagirdə səhvlərinin və düzlərinin deyilməsidir. Şagird səhvlərinin düzlərinin öyrənilməsini nəzərdə tutur və sonuncuda motivə edici rəydir ki, bu da şagirdin özünə inamını artırır və şagirdin gördüyü işi və müsbət tərəflərini, bayaq dediyə müsbət tərəfindən başlayırıq. Müsbət tərəflərini, gördüyü işi, hər bir məqamı şagirdə motivə edici şəkildə çatdırmağımız nəzərdə tutulur. Və son olaraq da bizim summativ qiymətləndirməmiz gəlir, beynəlxalq qiymətləndirməmiz gəlir. Bunları isə inşallah növbəti dərsdə biz izahına baxacağıq.